İlk mövzumuz English alfabet, İngilis əlifbası olacaq. Burada da bildiyimiz kimi İngilis dilində 26 hərf, 44 səs var. 26 hərf, 44 səs var. Bəzən tələbələrin maraqlı bir sualları olur ki, müəllim, nəyə görə 26 hərf, 44 səs? Bu da məntiqi cəhətdən belə yanaşa bilər ki, bəzən bir hərf 2 səs, 3 səs, 4 səs, bəzən də biri 5 səs verəcək. O baxımından 44 səs çoxluğuna səbəb olur. 26 hərflərin hamısını bir-bir oxuyacağıq. Birinci tərəfdə yazılışdır, ikinci tərəf deyilir, üçüncü tərəfdə Azərbaycan dilində yazılış formasını yazmışam. Daha doğrusu səslərin deyilişini. A, B, C, D, E, 2 nöqtə uzanmanı bildirir. F, G, H, I, J, K, L, M, N, O yox, L, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Bəzən buna Z də deyilir, bəzən də Z. Amerikanlarda Z kimi istifadə olunur. Digər burada növbəti bizim əlifbada olan dərslərimizdən biri letter combination. Letter combination hərf birləşmələri. Necə ki, hərflərin birləşmələri. Burada baxırıq. İlkin olaraq burada qeyd eləmişəm, baxın, burada nida işarəsi qoyuram. Fərqli hərflər. Məsəl üçün, bu, yəni burada qeyd edirəm, bu hərfi gördünüz, C səsini verir. T-ya oxşuyur altından Ş kimi, bu Ç səsini verir. Sonra adi Ş kimi olan Ş səsini verir. 3-ə oxşuyor, qarşısında 2 nöqtə olan Ö səsini verir. O-ya oxşuyub ortadan xətt çəkilən S. Adi, elə bilin ki, O-nun yarısı olan yenə O səsini verir. Ə, 2 nöqtə Ö səsini verir. Sonra əlavələr var. 3 bucağına oxşuyur. Bu da A səsini verir. Sonra, yəni əsas olan bunlar. Sonra N-ya bənzəyir və alt hissəsində belə bir işarə ilə Q səsini verir. Ən əsası J. Azərbaycanda da J bildiyimiz isə Y səsini verir. Yəni bunu gördünüz. D-ya oxşuyur altına 3 kimi yazılan C-dir. Bu Ç, bu Ş, bu Ö, bu S, bu O. Ə2 nöqtə yenə Ö səsini verir. Bu da A səsin, bu da Q səsin, bu da Y səsin. Digər indi burada maraqlı yanaşmamızdan biri birləşmələrə baxacağıq. Hansı ki birləşmələr bunlardır. 2E uzun I səsini verir. C, 3, A birləşməsi uzun I səsini verir. T, O, 2O birləşməsi uzun U. Moon, O, R birləşməsi Do, Do. Bəzən onu dor deyirlər, amma xeyr. O, R birləşməsi bir dənə O səsi, məsələn, Do, qapı. A, R birləşməsi təkcə uzun A, dark. Da dark demirik, R düşür. O, R birləşməsi bir dənə sadəcə O, spot. U, R birləşməsi Ö, turn. I, R birləşməsi Ö, girl. Mən özüm iyi deyirəm. A kimi oxunur, amma Azərbaycan dilində deyirəm ki, tam sıfırdan başlayanlara aydın olsun. E, R birləşməsi Ö kimi, H. CH birləşməsi Ç kimi, chair. S, H birləşməsi Ş kimi, she. Yəni, sözlər təbii ki, bu nümunələri özüm əlavə eləmişəm. Yəni, burada çoxdur. Sadəcə olaraq mən özüm bəzilərini yazmışam. TH birləşməsi, TH birləşməsi S kimi, siz, Z. PH, F kimi, foto. 2C birləşməsi, birinci K, S. Accident. AR, 3 birləşmə, E-yə, care. Baxın, burada çətin bir şeydir. Care, K olduğu kimi qalır. Mənə lazım olan bu üçlükdə oxunuşu görürəm ki, E-yə kimi oxunur və deyirəm ki, K-ə. Tamam mı? Air yenə 3 birləşmə E-yə, E-yə. A2L birləşməsi ol.
tall, tion yazılır, 4 birləşmə, şın kimi oxunur. Station, cian, cian birləşməsi, 4 dənə hərfin birləşməsi. Şın necə olacaq? Musician, ture birləşməsi, çə kimi, picture, sion birləşməsi, yəni sion, 4 dənə birləşmə, şın, discussion, decision, kını birləşməsi, n kimi, now, yəni now. Baxın, burada yenə, yəni, burada kınıya mən götürürəm n səsi, ona görə now oxunur. W, W birləşməsi, right, sonra WH birləşməsində when olacaq. C həm k kimi səslənir, həm də c bəzən s kimi. Məsələn, burada cat olacaq, burada sit olacaq. Ümid edirəm ki, hamısı sizin üçün burada aydındır. Burada eyni zamanda qeyd edirəm fərqli səslər bölməsində. Baxaq. 1. Bu bildiyimiz c səsi. T-yə oxşuyur altdan bu xətt. Ç səsi. Sonra adi. Bu ş səsi. Sonra 4 yazıram buradan. 3-ə oxşuyub qarşısında 2 nöqtə ö səsini verir. 5. Adi üçbucağa oxşayan a səsi. O-ya oxşuyub ortadan xətt s səsi. Çünki onlar sözlər listəsinə baxanda sözlər əzbərində bunları bilməliyik. Sonra 7 nömrəli. O-ya oxşayır, amma tam ağzı bağlanmır. Bu o-dur. Sonra 8 nömrəli. Ə2 nöqtə yenə ö səsini verir. 9. 8 oxşuyur. Təsəvvürün üstü açıq qalır. Bu da z, amma pəltək. Necə? Pəltək. Pəltək. Z. 10 nömrədə gəlirik burada. Sonra n-ya oxşuyur, amma altda quyruq formada belə. Bu q. 11-ci nömrə. 11 nömrəyə gəlirik. J-dır. Azərbaycanın J-sı, amma ingilis dilində Y kimi oxunacaq. Yəni bunları gördüksə, birinci tərəfdə olanları yəqin görərsiniz. Birinci tərəfdə gördüksə, bu Azərbaycan dilində bu səslər oxunur. Tamam mı? Yəni burada elə bir ziddiyyətli, qarşı bir şey yoxdur. Uğurlar arzulayım. İlkin əlifba bölməsi tamamlandı. Uğurlar. Hər biriniz hər hansı bir sualınız olarsa yazıb bildirə bilərsiniz. Uğurlar.